we are in 2 Timothy 2. And Deməli, biz Timotey 2-ci let's məktubdayıq. see, we could start, even though Pastor Steve did Baxmayaraq part of ki, this Pastor last Steve week, we could keçən həftə overlap it. There's a part I want to fəslin sonuna qədər teach çatıb. that Amma I istəyərdim think is very interesting. təkrar da olsa Starting from verse 20. 20-ci bənddən başlayaraq parçaya baxmaq istəyərdim bugün sizinlə. Timotey 2-ci məktub, 2-ci fəsil, We have 20-ci bənd. Paul has spoken first about the church Paul is a building. Burada danışır, yazır və əslində has a kilsəni foundation. bir bina kimi təsvir edir. Təməli olan bir And then binadır the kilsə. metaphor changes to Sonra metaforanı great dəyişib house, verse 20. 20-ci bənddə kilsəni böyük bir evə oxşadır kilsəni, Həvari And Paul. that in a great house there are vessels, Və like deyir different ki, kinds of vessels. böyük bir evdə cürəbəcürə qablar var. We have the paper cup, Misal üçün, styrofoam mətbəximizdə cup, we have clay, kağızdan those things. stəkanlar And we have var. precious metals Ondan like sonra gold gil and qablar silver. var. Eləcə də digər qablar var ki, daha bahalı materiallardan hazırlanıb, gümüşdən, qızıldan qablar var. And some of the vessels are Və used bəzi for, qablar for good purposes, istifadə like to drink olunduqda clean yaxşı water, məqsədlər üçün istifadə or olunur. wine, Deyək, or to carry su oil içmək or üçün something like that, və ya şərab something süsmək üçün valuable. And və ya then yağ some üçün, vessels are yəni used for dəyərli garbage, to be istifadə üçün. honest. Digər qablar isə səmimi desək, zibil qabı kimi məsəl üçün qablar olaraq pis şeylər üçün, amma yenə də istifadə olunur. Düzdür? Like a vessel could be used to like Deyək, qab throw istifadə away olunar. something like that Nəyisə you ora qoyub carry tolamaq outside üçün. and you throw it away. And the Deyək, vessel plastik in a qablar. way is used for something unclean. Yəni natəmiz şeyləri içində daşımaq, tollamaq, atmaq üçün istifadə oluna biləcək qablar da var böyük bir evdə. Because in verse 20 it says, Çünki some 20-ci of the bənd deyir vessels ki, are for honor bəzi and some are for qablar dishonor. şərəfli, bəzisi isə şərəfsiz iş üçün istifadə olunur. 20-ci bəndin Which ikinci means a hissəsi. vessel could be used for Bu good deməkdir ki, purpose qablar or yaxşı bad məqsəd üçün purpose. və ya pis məqsəd üçün yenə də istifadə oluna bilərlər. And then he talks Və about sonra Paul başlayır that danışmağa this is a metaphor və ya daha doğrusu for yazmağa. people. Yəni ki, bu Like insanlar people üçün can be, istifadə olunan they metafora, can be honorable yazı and qaydasıdır. people can be Yəni insanlar dishonorable. şərəfli və ya şərəfsiz ola bilirlər. Because he's been talking Çünki about Paul burada heretics kafirlərdən, küfür danışanlardan and that their danışır teaching can kontekstdə. be causing gangrene. Və sonra deyir ki, onların təlimləri nəticədə insana, belə desək, qanqrena yarada Yeah, bilər. gangrene is like Qanqrena nədir? death in the body. Yəni bədəndə, It's canlı when bədəndə part of ölü the bir body hissədir. dies and then Yəni it bədənin bir hissəsi turns black and ölür it's və dead. And göyərir, that sonra qaralır, gangrene is ölür. compared to heresy or Və false teaching. yalançı təlim və küfürü də buna bənzətmək olur ki, onun təsiri nəticəsində ölüm var. Because in verse 17 he gives the Çünki names of 17-ci these bənddə two iki nəfərin adını heretics. çəkir. Yadınızdadır? 17-ci bənddə Himeni və And heretics are Filiti characterized qeyd by edir. being proud people. Və yeretiklər və ya küfür danışanlar, onlar And they've qürurları seen ilə the sərciyəvidirlər. resurrection is past already. Və bunlar deyir ki, In verse 18, 18-ci bənddə dirilmə artıq baş verib iddia edirlər and they overthrow the faith of some. və nəticədə bunlar öz yalançı təlimləri ilə bəzi Like it onlara would qulaq asan actually mean insanların that imanını dağıdıblar. resurrection is Və something bu o demək
that Ola bilər it ki, is not going to happen. It's already happened. ölülərdən dirilmə It's not going artıq to baş happen verməyəcək. in your Çünki life, or baş verib you're artıq. not going to be Sizin həyatınızda resurrected bu from the daha dead, baş like that's verməyəcək. a Siz false ölülərdən teaching. So that's what they dirilməyəcəksiniz. would say, Və and bu they would yalançı təlimdir. overthrow the Və faith onlar of bu cür some təlimi people. yaymaqla, onlara qulaq asan bəzi insanların imanını bu sözlərlə dağıdırdılar. Deməli, bunu oxuyuruq 18-ci bənddə. Bəzilərinin imanını alt-üst edirlər. The false Burada teaching and the yazılır. effect that it has in Yalançı the təlimin churches that kilsələrə mənfi təsiri var. Düzdür? And so verse Buna görə 21, də if a man 21-ci purge bəndə himself baxsaq, from these burada yazılır. dishonorable false Beləliklə kim teachers, özünü will be a şərəfsiz vessel unto işlərdən honor, təmizləsə, sanctified, şərəfli işlərə and uyğun, qualified for təqdis the olunmuş, master's use, sahibinə and faydalı, prepared unto every good hər work. yaxşı iş üçün hazırlanmış qaba çevriləcək. Özünü şərəfsiz işlərdən təmizləsə deyilir bəndin əvvəlində. Like when I was in Bible school and Misal üçün mən growing Bibliya up in the institutunda faith, olanda, I was imanda sensitive böyüyürdüm. Mən as həssas to idim. who my friends were. Dostlarımın kim olmasına dair məsələdə həssas idim. Dost seçimimdə. You know, you don't always know who people are and what they think and what they believe until Və you are with them. ta And when you are insanlarla with them, you bir may be araya able to gəlməyənə recognize qədər if sən this bilmirsən, relationship bu adamlar edifying, sənə is it dostdular good? münasibətlərində ya yox. Yəni o yaxın təmas lazımdır ki, onların dost olub olmadığını müəyyən edə biləsiniz. Onlarla ünsiyyət dikəldir, faydalıdır sizin üçün We yoxsa may yox. not know. Biz əvvəl bilməyə bilərik. Yeah. At first we may not know. Yəni ilk baxışdan adam So qəşəng görünə bilər, Paul amma is saying, bilmirik Timothy, içində nə you var. have to have Həvari Paul your da deyir ki, focus on the truth siz and enjoy it diqqətinizi həqiqətə and share it. yönəltməlisiniz. And you have to also Həqiqətdən be zövq almalısınız, humble and be with həqiqəti people. paylaşmalısınız, And eləcə də fağır yeah, it olmalısınız. says that here. Okay. Burada bunu deyir. Biz bunu növbəti bənddə oxuya bilirik. Let's read verse 21. If therefore Bir daha 21-ci bəndi oxuyaq. Beləliklə, kim özünü şərəfsiz işlərdən təmizləsə, şərəfli işlərə uyğun, təqdis olunmuş, sahibinə faydalı, hər yaxşı iş üçün hazırlanmış qab olacaq. Timotey 2-ci məktub, 2-ci fəsil, 21-ci bənd. Sizin yaxşı ya şərəfli işlər üçün hazırlı olmağınızın səbəblərindən biri odur ki, həqiqət sizə bu enerjini verir ki, hazırlı olasınız. Həqiqət bizim əqlimizə və ürəyimizə müsbət təsir göstərir. Həqiqət bizim motivasiyamıza təsir göstərir. Həqiqət bizə kömək edir ki, biz insanlarla münasibətlərə qoşulaq. Həqiqət bizə kömək edir ki, biz insanlara xidmət edək. Belə ki, nəticədə biz uşaq xidmətinə qoşuluruq, gənclər xidmətinə qoşuluruq, yeniyetmələrlə xidmətə qoşuluruq. Ondan sonra yaşlı insanlara xidmət edə bilirik. Ondan sonra əlil insanlara kömək edə bilirik. Müjdəçilikdə fəal oluruq. Dua toplantılarına qoşuluruq. Mülayim oluruq, səbirli oluruq. Yəni, həqiqət bizə bu cür olmağımıza enerji verir. Yəni, cürbəcür xidmətlər üçün fəal oluruq. İndi isə 22-ci bəndə baxaq. Burada deyir,
gənclik etirazlarından qaç. Və burada deyilmir ki, gənclik etirazları nədir? Biz onların nə olduğunu buradakı kontekstə görə bilmirik. Amma mən deyərdim ki, bir neçə söz deyə bilərdik gənclər haqqında. Əgər belə baxsaq, bəlkə biz qayğısız ola bilərlər, gənclər qürurlu ola bilərlər, gənclər mühakiməyə yönümlü ola bilərlər, onlar sonra dəlisov ola bilərlər, gənclər səfeh ola bilərlər. Paul da burada Timoteyə deyir, qaç, gənclik etirazlardan qaç və sonra 4 söz deyir burada. Nələrə sarılmaq lazım, nəyin ardıcı getmək lazımdır. Deyir, təmiz ürəklə Rəbbi çağıranlarla birlikdə 4 şey. Salihliyin, imanın, məhəbbətin və sülhün ardınca get. Və biz bu sözlərin əksinə baxa bilərik indi. Salihlik əvəzinə biz qeyri-salih ola bilərik, düzdür? Və ya günahlı ola bilərik. Salihlik sözünün qarşı sözü. İman əvəzinə biz imansızlıqda yaşaya bilərik. Məhəbbət əvəzinə bizdə çaxnaşma ola bilər. Narahat ola bilərik. Reaksiya ola bilərik. Nifrət ola bilər. Sülh əvəzinə biz rahatsız ola bilərik. Və məyus ola bilərik. Amma biz o şeylərdən qaçırıq və deyilir təmiz ürəklə Rəbbi çağıranlarla birlikdə onun ardıcı gedirik. Böyük cəhdlə, səylə ürəyini qoru. Məsələlər kitabı 4:23. Sonra deyilir ki, növbəti bənddə axmaq və cahil mübahisələrdən uzaq ol. Görürsünüz? 23-cü bənd. Deməli, Timotey gənc pastordur və o müəyyən suallardan qaçınmalıdır. Başqa bir mətn var idi ki, orada insanlar suallardan istifadə edirdilər. Onlar sualları pis məqsəd üçün, yəni sui istifadə edirlər. Məncə biraz öncə biz bu barədə danışırdıq. Suallar yaxşı məqsəd üçün istifadə oluna bilər. Məsəl üçün, Eybun kitabında 40-cı fəsillərdə 39, 40, 41-ci fəsillərdə. Amma bəzi suallar burada 23-cü bənddə oxuyanda deyilir ki, dalaşa səbəb olur. Məncə Yunan dilində bu söz dava-dalaş, elə dava-dalaş mənasındadır, cibat sözüdür, mübahisə. Belə ki, pastor bilməlidir. Necə insanlara xidmət göstərsin və lazımsız söz-söhbətlərdən uzaq dursun. Çünki o lazımsız söz-söhbətlər insanları çaşdıra bilər, səhv istiqamətdə yönəldə bilər ki, başları qarışmasın səhv şeylərə. Və çox vaxt biz bunu Bibliyanı öyrətməklə buna qoşulmuş ola bilərik. Misal üçün, əgər Bibliyanı öyrətmiriksə, onda ola bilsin ki,
İnsanlar öz təbii əqillərindən irəli gələrək söz-söhbət aparacaqlar, danışacaqlar. Və nəticədə onlar dedikodu və ya mübahisələr yarada bilərlər. Yadımdadır. Macaristanda olanda bu bizimlə baş vermişdi. Bir rap sesiyamız keçirdi və kilsə də cavan idi, gənc idi və nəticədə rap sesiyada mübahisə başladı. Cəmaət bir-birinə mübahisə etdilər. Onlar heç bilmirdilər ki, biz nədən danışırıq. Sadəcə fərqli şeylər barədə mübahisə edirdilər. Mən də deyirəm ki, uşaqlar, biz Tanrı haqqında danışırıq, Bibliya haqqında danışırıq və əgər sözünüz varsa, Bibliya bəndini qeyd eləməklə sözünüzü deyə bilərsiniz. Bibliyasız danışmayın, yəni. Çünki kilsə cavan idi və Bibliyanı yaxşı bilənlər də yox idi deyə ona görə onlar sakit otururdular rap sesiyada. Çünki şərt var idi ki, Bibliya bəndlərini deməlidirlər. Onlar danışmaq istəyirlərsə bir qədər sonra danışa bilərdilər küçədə. Amma rap sesiyada haqqında danışdığı nə olduğunu bilirsən, sadəcə danışa bilərsən və Bibliyadan da bunu təsdiqləməklə danışmalısan. Yoxdursa, onda sakit oturacaqsan. Yəni, belə bir qaydamız var. 24-cü baxaq. Rəbbin qulu davakar olmamalıdır. Əksinə, deyilir ki, hamı ilə mülayim rəftar etməlidir. Öyrətməyə qabil, səbirli olmalıdır. Yəni, bu o deməkdir ki, o davakar olmamalıdır. O sülhü irəli çəkməlidir. O hər kəslə mülayim olmalıdır. O qabil olmalıdır və öyrətməyə gücü olmalıdır. Və o kəslər kim ki öyrənmək istəyir, onda onlar buna, bu rəhbərə, bu müəllimə qulaq asacaqlar. Çünki səni pastor kimi xarakterizə edən məqam odur ki, sən şərəfli qapsan və sənin Bibliyadan irəli gələn dəyərli məlumatın, biliyin var. Və sən bunu istifadə edirsən. Buna görə də biz öyrədəndə Bibliyanın bəndini və fəsillərini qeyd edirik. Belə ki, adamlar sənə qulaq asdıqda onlar bu bəndləri qeyd edə bilərlər. Onların fəslidir, kitabın adıdır ki, sonra özləri yoxlaya bilərlər və bu cürdə Bibliyanı öyrənə bilərlər. Bəzən biz bizə səhv münasibət bəslənə bilər, ağır sözlər deyilə bilər. Amma 25-ci bəndə baxsaq, burada deyilir ki, biz həlim olmalıyıq. Bir ona qarşı olanları həlimliklə tərbiyə etməlidir. Deyilir ki, ona qarşı olanları həlimliklə tərbiyə etməlidir. Bu o deməkdir ki, biz aramızda olan fərqlərə səbirlə yanaşırıq. Və biz incə olmalıyıq və imkan yaratmalıyıq ki, davakar olan və ya çətinlik yaradan və özlərinə müxalif çıxan adamlara kömək etməliyik ki, özlərini çaşdıran sözləri ilə, inancları ilə özlərini çaşdıran adamlara bu münasibətimizlə kömək etməliyik.
incəliyimizlə, mülayimliyimizlə. Və deyir ki, onda ola bilsin ki, Tanrı onlara tövbəyə imkan verə bilər. Beləliklə onlar həqiqəti anlayarlar. Məncə bu mənimlə baş verib. Müəyyən şeylər çətinlik məndə yaradırdı və mən nəyisə dəqiq yaxşı başa düşmürdüm və nə cürsə özümdən məyus idum. Bəlkə nəsə eşitmişdim ki, bu da yaxşı bir təlim deyildi. Sonra məcbur idim ki, pastora qulaq asın, ki, pastor öyrətsin və izah eləsin neysə, ki, mənə bu aydın olsun, ki, mən də nəticədə başa düşüm ki, həqiqət nədir? Yəni, bu da bir proses idi ki, tədricən öyrənirik. Ki, nəticədə 26-cı bənd dediyi kimi ayıq ola bilərlər nəticədə və istəyəni yerinə yetirmək üçün onları əsir edən iblisin torundan çıxarlar. Bu o deməkdir ki, onlar anlayacaq həqiqəti və iblisin torundan canlarını qurtarmış olacaqlar. Mən görmüşəm necə iblis çalışıb məni tora salsın və məni kilsədən uzaqlaşdırmağa cəhd edib. Mən bunları görmüşəm həyatımda. İblis istəyər pastorun təlimindən məni uzaqlaşdırsın. İblis istəyər məni çaşdırsın. İblis çaşqınlığın müəllifidir. Və bu əladır. Aydın vəz olanda, aydın səs olanda sən həqiqət eşidirsən və həqiqət səni tarazda saxlayır. Çünki həqiqət təsirlidir. O bizi azad edir. O bizə təsir göstərir. Anlayış verir. Amma yalançı təlim negativ ola bilər kilsədə. Çaşqınlıq gətirə bilər. Reaksiyaya səbəb ola bilər. Və insanları uzaqlaşdıra bilər ünsiyyətdən. Çünki əslində şeytan bilir kilsə nə qədər qüdrətə malikdir, insanlara necə müsbət təsir göstərə bilər. Şeytan bilir ki, nə qədər sevinclə dolu və razı olmuş imanlar ola bilərik. Əgər biz həqiqəti qəbul ediriksə və imanda irəli gediriksə. İndi 2. Timoteyə 3-cü fəslinin 1-ci bəndinə baxırıq. Və burada Həvari Paul son zamanlardan və son zamanların mədəniyyətindən bəhs etməyə başlayır. Yaxşı. Vaxtımız varmı? Bəli, vaxtımız var. Pastokda vaxtımız var? Bəli, vaxtımız var. Hələ 3 dəqiqəmiz qalır, pastor. Yox, zarafat deyirəm. Təbii ki, vaxtımız var. Yaxşı. Birinci bənddən 9-cu bəndə kimi parçaya baxsaq,
19 təsvir edici söz burada görürük. Bunlar göstərir ki, insanlar son zamanlarda nə cür adamlar olacaqlar. Və düşünürəm ki, bu tarixən hər zaman baş verirdi. Və bu sözlər, təsvir edici sözlər hər bir cəmiyyətdə, mədəniyyətdə fərqli dərəcədə özünü əks etdirib. Hər insan qrupunda bunlar bu və ya digər yollarla özünü təzahür edib. Amma eləcə də aydın şəkildə burada deyilir ki, son zamanlarda bu cür xüsusiyyətlər daha da qabarıq, daha da güclü şəkildə əks olunmuş olacaqlar. İndi baxaq bu xüsusiyyətlərə. Əslində, bunlar Timotey üçün bir pastor olaraq bir xəbərdarlıqdır ki, ey pastor, sən Tanrı ilə gəzməlisən, həqiqətdə gəzməlisən. Çünki mədəniyyət bax bu cür olacaq insanların həyatında. Çətin və təhlükəli vaxtlar gələcək. Çünki insanlar bu cür düşünəcək və bu cür hərəkət edəcəklər, rəftar edəcəklər. Gəlin baxaq. Deməli, son zamanlardan, axır zamanlardan burada danışılır. Axır zamanlar, yəni sual yaranır ki, hansı dövrlərdən söhbət gedir? Əgər tarix ümumilikdə bəşəriyyət tarixi 7000 ildirsə və son 2000 il kilsə qabağı idi, sonra daha 1000 il padşahlıq gələcək və kilsə əsri də indi yaşadığımız 21-ci əsrdə 2000 ildirsə, deməli, ümumi 7000 il bəşəriyyət tarixi olacaqsa, demək ki, biz artıq son axır zamanlara gəlirik. Çünki 2000 il kilsə tarixi olub, ondan qabaq 2000-3000 il artıq əhdətik dövrü olub və indi gələcəkdə də 1000 il padşahlığımız olacaq deyə, demək ki, biz artıq ağır zamanların artıq astanasındayıq. Və deyilir ki, çətin dövrlər olacaq. Dəhşətli vaxtlar gələcək deyilir birinci bənddə. Müxtəlif cəmiyyətlər, yəni ictimaiyyət, həm mənəvi baxımından, həm də ruhani baxımından get-gedə tənəzzül edəcək. İnsanlar deyir, xudbin olacaq, özlərini sevəcəklər. Və bizim narsistik olacaqlar, özlərinə yönümlü, mərkəzləşdirilmiş olacaqlar. Heç görmürsünüz? Kimsə öz sifətini selfie olaraq çəkir və sosial mətbuatda, sosial şəbəkələrdə öz selfilərini dərc edir. Və bir dənə şəkil çəkmirlər selfie. Amma 700 fərqli şəkillər çəkirlər öz selfilərini, öz üzvlərini. Amma yəni bu normaldır o bir tərəfdən, amma özümüzlə məşğuluq, sualı yaranır belə bir meyillik görəndə. Ya pulpərəstlikmi bəlkə burada yazılır, pulpərəstlər olacaq insanlar. Yəni xudbinlik, pulpərəst olacaqlar insanlar, təkəbbürlü olacaqlar, məğrur olacaqlar, bu 4 artıq. Sonra başqa insanlara təhqir edən olacaqmı onları? 5-ci bu. Ondan sonra valideynlərə itaətsizmi olacaq? Çünki ələləri olacaq. Ondan sonra nankormu olacaq? Ya müqəddəslikdən məhrum olacaqmı? Şəfqətsiz, məhəbbətsiz olacaqmı? Və barışmaz olacaqmı?
və ürəyimiz kobudlaşacaqmı? Do we want to cancel people out? Və insanları aramızdan ləğv etmək istəyirikmi? Do we want to destroy people? İnsanları dağıtmaq istəyəcəyikmi? Do we lack love? Məhəbbətə çatışmazlığımız mı olacaq? Və mülayimliyə, yaxşılığa düşmənmi çıxacaq? Xain olacaqmı? Və ehtiyatsız olacaqmı? Hakim, nəfsimizi saxlaya bilməyən mi olacaq? Mehribançılığı itirəcəkmi? Yaxşılığa qarşı düşmən mi olacaq? Xain mi olacaq? Böhtançı mı olacaq? Ehtiyatsız mı olacaq? Qürurlu mu olacaq? Fərqli burada xüsusiyyətlər burada qeyd olunur. Allahdan çox keyf çəkməyi sevəcəyikmi? 19-cu. Mömin kimi görünüb və bu yolun gücünü inkar mı edəcək? O deyir, bu cür adamlardan uzaq dur. Ey Timotey. Və deyə bilərdik, bəli, insanlar bu cürdür də. Amma biz belələri deyilik. Biz müqəddəs ruhla dolmuş insanlarıq. Biz mülayim adamlarıyıq. Biz başqalarını bağışlamağı öyrənirik. Biz danışırıq, kommunikasiyadayıq. Biz şəfqətliyik. Bizim sevincimiz var. Bizim sülhümüz var. Və yaşadığımız dövrün bir xüsusiyyəti ondan ibarətdir ki, dünya ilə xristianlar arasında fərq açıq, aşkardır. Və bu yaxşıdır. Çünki insanlar daha dərin həyat axtarırlar, Tanrı ilə sülh axtarırlar. Və onlar bizə yaxınlaşıb bizimlə vaxt keçirmək nəticəsində bunu ünsiyyətimizdə aşkar edə bilərlər və buna sarıla bilərlər. Bu yaxşıdır. Pastor Oktay, bəlkə oxuya bilsəydin, 2, 3-cü bəndləri oxu və 4 və 5-ci bəndləri oxuya bilsən, oxu yine ki, bu xüsusiyyətləri bir daha qeyd alaq. Və mən əminəm ki, sən onları hamısını tərcümə elə bildin. Amma gəlin bir daha o siyahını oxuyaq. Deyilir ki, 1-ci bənddən başlayaraq 6-cı bəndə kimi. Ey Timotey, bunu bil ki, bu axır zamanda çətin dövrlər olacaq. Çünki insanlar xudbin olacaq, bütpərəst olacaq, pulpərəst olacaq, təkəbbürlü olacaq, məğrur, təhqir edən, valideynlərinə itaat etməyən, nankor, müqəddəslikdən məhrum olan, şəfqətsiz, barışmaz, böhtançı, nəfsini saxlamayan, rəhimsiz, yaxşılığın düşməni, xain, ehtiyatsız, qürurlu olacaq, Allahdan çox keyf çəkməyi sevəcəklər. Mömin kimi görünüb, bu yolun gücünü inkar edəcəklər. Bu cür adamlardan uzaq dur. Bu 5-ci bənd idi, burada dayanırıq. Gələn dərsdə 6-cı bənddən başlayacaq. Və bunu deyək. İnsanlar pis olanda, pis adamlar olanda, sən onlar kimi pis olma. Sən müqəddəs ruhda gəz. İnsanlar rəhimsiz olanda, mülayim olmayanda siz mülayim qalın, rəhimli olun. Onların ürəyi qəddarlaşanda, sənin ürəyin qəddarlaşmasın, sənin ürəyin yumuşaq qalsın. İnsanlar bağışlaya bilməyəndə, sən bağışlamaqda davam et. Sən Tanrıdan zövq al. Sən imandan zövq al. Məhəbbətdə yaşa. Yəni kontrast hər zaman olacaq. Dünya ilə
Bizim aramızda bu kontrast olacaq mütləq. Və insanlar da Məsihə gələcək. İnsanlar öyrənir, onlar Tanrını, İsa Məsihi tanımaq istəyirlər. Burada Amerikada çoxlu gənclər var ki, onlar Məsihə gəlirlər, iman edirlər Məsihə. Və ümid edirəm bu Azərbaycanda da baş verir, Özbəkistanda da baş verir və başqa yerlərdə də baş verir. Və narahat olmayın. Tanrı bizimlədir. Və Tanrı sizə xeyir dua versin. Amin.